Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Bugün 7 dekabr tarixində UTK və Müstəqil Qiymətləndirmə Mərkəzinin təşkil elədiyi blok sınaq imtahanı 2 oldu. Bugün biz sizlə həmin blok sınaq imtahanından RI alt qrupuna hazırlaşanlar üçün informatika fənninin sual izahlarını təqdim eləyəcəyik. Sual izahlarına keçməmişdən öncə isə bir elanı nəzərinizə çatdırmaq istəyirəm ki, artıq bizim yanvar ayından etibarən informatika fənnindən hazırlaşanlar üçün sürət qruplarımız təşkil olacaq. Sürət qrupları haqqında ətraflı məlumat almaq istəyənlər kanalda qeyd olunan nömrə ilə əlaqə saxlayıb bütün sualları verə bilərlər və dərsin gedişatı ilə bağlı məlumat ala bilərlər. İndi isə keçək sual izahlarına. Deməli, başlayırıq birinci sualımızdan. Birinci sualda görək bizə nə deyir? Əməliyyat sisteminin kompüterin aparat təminatını idarə etmək üçün istifadə etdiyi proqram qrupunun adını müəyyən edin. Söhbət burada xarici qurğuların idarə olunmasında istifadə olunan proqramlardan gedir. Bunlarda da xarici qurğuların işini idarə edən proqramlar driverdir. 61-ci sualda cavabımız Y variantı. Baxırıq 62-ci suala. Müxtəlif say sistemlərində ədədlər veribdir bizə və münasibətlərin doğruluğunu istəyir. Yaxşı olar ki, biz bunların hamısını eyni say sisteminə çevirək. Məsələn, gəlib onluq say sisteminə çevirirəm. A bərabərdir 247 8-lik say sistemində 0, 1, 2 nömrələsək, 2 vurulsun 8-in kvadratı, 4 vurulsun 8 üstü 1, 7 vurulsun 8 üstü 0. Bu bizə nə verəcək? Bu bizə verəcək 128, 32 də 64 2'ye 128, 32, 167 də burada 167. Sonra gəldik B-yə baxdıq. B-də bizə nə verib? 1, 0, 0, 1, 0, 0, 1, 1, 1 və 0, 1, 2-likdə. Bunu da gəlib nömrələsək 0, 1, 2, 3, 4, 5, 6, 7. Nə verəcək bizə? 1 vurulsun 2 üstü 7, üstə gələk 1 vurulsun 2 üstü 4, üstə gələk 1 vurulsun 2 üstü 3, üstə gələk 1 vurulsun 2 üstü 2, üstə gələk 1 vurulsun 2 üstü 0. 128, 16, 144, 8 də burada. 152, 4 də burada. 156, 1 də burada. Bu da bizə verdi 157 onluq say sistemində. Gəldik, baxdıq C-yə. 144, 16-lıq 0, 1, 2 nömrələsək. 1 vur 16-nın kvadratı. Üstə gələk 4 vurulsun 16 üstü 1, üstə gələk 4 vurulsun 16 üstü 0. Bu da bizə 16-nın kvadratı 256, bir dənə kalkulator test çıxardım. Deməli, bu bizə verdi 16-nın kvadratı 256, üstə gələk 4 16-ya vuranda 64, üstə gələk 4. Və burada da alırıq 324 onluq say sistemində. Gəldik, birincini yoxladıq. Birincidə bizə nə veribdir? A üstəgəl B. Yəni 167 üstəgələk 157. Bu bizə verir 4, 6 ilə 5, 11, 12. 1 yadda, 1 ilə 1, 2, 1 də yadda 3. Aldıq 324. 324-dən 4-ün çıxarıq. Bu bizə verir 320. 322 çəkdir C-dən 324-dən bəli. Deməli 1 doğrudur. 1 olan variantları saxlayıram. Qalanları çıxıram. Heç 2-yə baxmayacağım. 3-ə baxıram. 3-də bizə nə verib? A kiçikdir C üstəgəl B-dən. Yəni deyir ki, 167 kiçikdir. C ilə B-nin cəmi 157 üstəgələk 324-dən. Təbii ki, 167 bunlardan kiçikdir. Elə burada cavabımız 62-ci sualda D variantı olacaq. 63-cü sualda 140 simvollu əlifbada yığılmış mətn 32 sətr və hər sətirdə 32 simvol olmaqla 12 səhifədən ibarətdir. Bu mətn Unicode standartına çevrildikdən sonra mətnin müəyyən hissəsi silindikdən sonra həcmi dəyişməz qaldı. Mətndə silinən simvolların sayı. Deməli, mən 140 simvollu əlifba deyirsə,
mən bu mətni hansı əlifba ilə kodlaşdırmalıyam? Minimal simvollu əlifba ilə ki, onun içində 140 simvol yerləşsin. Bu 128-dən böyüksə mən müraciət edib 256 simvollu əlifba ilə kodlaşdırma eləməliyəm. 256 2 üstü 8-dir deyə bizim bir simvolumuz 8 bit, yəni 1 baytdır. Deməli, əvvəlcə faylın həcmi 1 bayt olubdur. Faylın həcmi daha doğrusu faylda bir simvolun həcmi 1 bayt olubdur. Daha sonra Unicode standartına keçəndə Unicode standartında da 2 baytdır. Deməli, biz əvvəlcə hesablayırıq simvolların sayın. 32 simvoldur. 32 sətirdir. Hər sətirdə 32 simvoldur və sənəd 12 səhifədən ibarətdir. Bu ümumilikdə simvolların sayıdır. Simvol sayı. Yəni səhifə vuraq, sətir vuraq, simvol bizə simvolların sayını verir. Bizdə də soruşur ki, 1 baytlı standartdan 2 baytlı standarta çevriləndə həcm 2 dəfə artmalıdır. Deməli, əgər həcm artmayıbsa, həcm dəyişməz qalıbsa, deməli onda simvolların sayı burada 2 dəfə azalmalıdır. Mətndə silinən simvolların sayı. Bunu da gəlib 2 dəfə azaldıram. Bu da bizə 12 vurulsun 512 verəsidir və bu da bizə 6144 verir. Deməli, mətndə 6144 dənə simvol silinməlidir ki, mətnin həcmi dəyişməsin. Yəni, bir də təkrarlayıram, 8 bitlik standartdan, yəni əvvəlcə mətnin həcmi 1 baytla hesablanıbdır, sonra 2 bayta çevrilibdir. Simvol sayı dəyişməsəydi, mətnin həcmi 2 dəfə artardı. Amma mətnin həcmi dəyişmədiyinə görə, onda simvolların sayı 2 dəfə azalmalıdır. Çünki özü də deyir ki, hissəsi silindikdən sonra. Nə qədər hissə silinməlidir? Tən yarısı silinməlidir. Ümumi simvolların sayını yarıya bölürsünüz. 63-cü sualda da cavabımız olası da Y variantı. Sonra gəldik, baxdıq 64-cü sualda bizə nə deyir? İfadəsinin qiymətini ikilik say sistemində müəyyən edin. Gəlin müəyyənləşdirək, görək, nə edə bilərik burada? Deməli, baxın, bu tipli suallarda biz bunu ikiliyə çevirsək, 4-dən 0-a qədər hansı qüvvətlərin ki, vuruğu 1-dir, məsələn, 1 vur 2 üstü 4, bu 1, yəni ikilikdə. Görürsünüz, 3-cü 4-dən sonra 3-cü qüvvət yoxdur, 3-cü qüvvətin yerinə 0, ikinci qüvvətin vuruğu 1, sonra birinci qüvvət yoxdur, yerinə 0 və 0-cı qüvvətin də yerinə 1 yazıram. Bu oldu, yəni bu mötərizənin içərisi mənə verəcək 1, 0, 1, 0, 1 ikilikdə. Deməli, və mən bunun üstünə bu ifadəni gəlməliyəm. Gəldik, buradan yazdıq. 1, 0, 0, 1, 1, 0, 1, üstə gələk, 1, 0, 1, 0, 1, 1, 0, 1, 0, 1, ikilikdə. Bunları da gəlib cəmləsək, nə alarıq? Bilirik ki, ikilik say sistemində 1 ilə 1-i toplayanda bizə 10 verir, 10 verir. 1 üstə gəl, 1 üstə gəl, 1, bu da bizə 11 verir. İndi gəldik, 1 ilə 1 10, 0, 1 yadda, 0, 0, 1 də yadda, 1 ilə 1 10, 0, 1 yadda, 1, 1 də yadda, 10, 0, 1 yadda, 0, 1, 1 də yadda, 10, 0, 1 yadda, 0, 1 yadda, 1 də yerində aşağı. 11, 3 dənə 0, 1, 0, 64-cü sualda da cavabımız A variantı olur. 65-ci sual. Doğru mülahizələr istəyir bizdən. Proqramların qısa yolu ola bilməz, yalan deyir, ola bilər. Bir yanlış, C variantı çıxdı. Qısa yol silindikdə fayl da silinir, silinmir. Yalnız qısa yolun özü silinir. D variantı getdi. Faylın tipinə görə axtarış mümkün deyil. Mümkündür. A da getdi. Deməli, qısa yolun xüsusiyyətlərində faylın tamadı olur. Düzdür, 5 qalıbdır bizdə. Bir də iş masasında yerləşən qovluq və fayllar onun əsas parametrlərinə aiddir. Qısa yol faylın özü deyil, onun ünvanının saxlandığı ayrıca fayldır. 65-də Y variantı doğrudur. Printerlər haqqında doğru mülahizələri müəyyənləşdirin. Bütün növ printerlər maye halında boyalardan istifadə edir, yalandır. Məsələn, lazerli printer tonerdən istifadə edir, boyadan istifadə eləmir. Bir olan variantları çıxdı. Lazerli printerlər şırnaqlı printerlərdən daha sürətli çap eləyir. Bu doğru fikirdir. Matrisli, şırnaqlı, lazerli printerin sürəti 1 dəqiqədə çap etdiyi səhifə sayı ilə ölçülür, yalandır. Şırnaqlı ilə lazerli üçün bu doğrudur. Amma matrisli
Bu ifadə zərbsiz printerlər üçün doğrudur. Şırnaqlı lazerli zərbsizdir, amma matrisli zərblidir. Zərfli printerdə bir dəqiqədə çap etdiyi səhifə yox, simvol sayına görədir. Ona görə 3 yanlışdır. C də getdi, qalır A variantı 2, 4. 4 də düz idi də, plotter çap qurğusudur. Deməli, sonra gəldik, baxdıq 67. Sistem inzibatçısı istifadəçilər üçün 8 simvollu parollar təyin edir. İlk simvol İngilis əlifbasının yalnız Information Technology sətrində olan hərflərdən ibarətdir. Qalan 5 simvolun yerində isə onluq say sisteminin tək rəqəmləri təkrarlanmamaq şərti ilə ola bilər. Deməli, gəlin burada baxaq görək neçə müxtəlif simvolumuz var. Deməli, buradan gəlib baxsaq, 1, 2, 3, 4, 5, 6, 7, 8. Artıq bunlar təkrarlanıbdır. 8, sonra 9, 10, 11, 11, 12, 13, 13, 14 dənə fərqli simvol var. Əgər səhv saymamışamsa, 14 dənə fərqli simvoldursa, ilk 3 dənəsi, yəni burada da olan hərflərindən təkrarlanmama şərti yoxdur deyə 14, 14, 14. Onluq say sisteminin tək rəqəmləri 1, 3, 5, 7, 9. 5 dənədir. Növbəti 5 simvolun yerində birinci, məsələn, 5 seçimim var. Məsələn, 9-u istifadə elədimsə, ikinciyə 4 seçim qalır. Məsələn, 7-ni istifadə elədimsə, bura 3 seçim qalacaq. Bura 2 seçim qalacaq. Ən sona da 1 seçim qalacaq. Bunları da gəlib vuracaq bir-birinə. Ümumi parolların sayını tapacaq. 5, 4-ün 20, 3, 60, 2, 120, 14-ün kubu vuraq 120, 67-ci sualda da cavabımız D variantı olacaq. 68-ci sualda idarəetmə panelinin erişim asanlığı Ease of Access bölümündə hansı parametrlər görsənir? Burada səsli bələdçidir, ekran lupasıdır, bu kimi tənzimlənmələrdir. Bunlar görmə, eşitmə və hərəkət qüsurlu insanların işləməsi üçün yardımcı parametrlərdir. 68-ci sualda cavabımız B variantı olacaq. Sonra gəldik, baxdıq 69-cu suala. Machine Learning sətri yığılmışdır. Əməliyyatlardan sonra alınan nəticəni müəyyənləşdirin. Tamam, müəyyənləşdirək. Bir balaca kiçildək görək burada bizə nə veribdir. Deyir ki, Learn hissəsi seçilir və Ctrl-X klaviatura kombinasiyası. Elə bir burada belə olacaq da. Learn seçilir. Machine sözü qalır. Machine. Və bir də burada Learning-dir. Learn hissəsi seçilib Ctrl-X dediyinə görə klaviş kombinasiyası basılır. Yəni, oradakı learn hissəsi cut əməliyyatı ilə silinir. Burada qalır bir dənə ing hissəsi. Yəni, o learn hissəsi silinir. Home klavişi basılır. Home klavişi kursoru sətrin əvvəlinə gətirir. Yəni, kursor gəlib dayanacaq M hərfinin qarşısında. Ardıcıl olaraq Ctrl-V kombinasiyası, boşluq yenidən Ctrl-V klaviş kombinasiyası sıxılır. Ardıcıl olaraq Ctrl-V boşluq, yenidən Ctrl-V. Onda learn sözü 2 dəfə bura gəlib learn sözü düşür. Bir dəfə learn, boşluq, sonra bir dəfə də gəlir learn sözü bura düşür. Belə. Sonra gəldik, baxdıq. Boşluq klavişi, sonra isə yenidən end klavişi basılır. End klavişi də kursoru sətrin sonuna gətirir. Və 3 dəfə backspace. Backspace də solu silir. Yəni, buradakı ing hissəsi silinəcək. Baba, bu silindi. Üçüncü addım yenidən təkrar yerinə yetirilir. Yəni, ardıcıl olaraq Ctrl-V boşluq, Ctrl-V boşluq. Bizdə onsuz da mübadilə buferində learn hissəsi qalıb deyə learn, sonra yenə boşluq, bir də learn. Çox. Nə istəyirdi? Sətir hansı vəziyyətdə olar? Alınan nəticəni. Burada hərbiyə karıxdırdım. Yəni, burada ing qalıbdır. Burada cavabımız olacaq D variantı. Düzgün təyin olunmuş fayl adlarını seçin. Deməli, biz nə demişdik? Faylın adında böyük kiçik işarəsi olmaz, slash olmaz, ulduz olmaz, sual olmaz, dırnaq olmaz. Bunları çıxdıq yerdə nə qaldı? 1, 3, 6 C variantı sardı getdi. Sonra baxırıq
Qrafda hər təpədən yalnız bir dəfə keçməklə A təpəsindən H təpəsinə gedən müxtəlif yolların sayını müəyyənləşdirin. Gəlin müəyyənləşdirək görək, nə edə bilərik? Biraz qarma qarışıqlıq var burada. Deməli, baxın, mən Y-dən H-a gedən yol bir dənədir. Və bura qeyd edirəm 1. C-dən H-a gedən yol Y-dən keçməklə və birbaşadır. 2 dənədir. F-dən H-a gedən yol C-dən keçməklə və H-dan birbaşadır. Yəni 2 yol buradadır, 1 yolda birbaşadır. Burada da var 3 dənə yol. 3 dənə yol. Onda gəlib C-yə baxsam, C-dən Y və C-dən keçməklə H-a gedəcək. Y-də 1 yol, C-də 2 yol, C-də 3 yol var. Onda baxıram B-yə, B C-dən və F-dən keçməklə H-a gedəcək. 3, 3, B-də 6 yol var. D-də 6 yol B-dən keçməklə, 3 yol F-dən keçməklə 9, 1 yol birbaşa 10, 1 yolda Y-dən keçməklə D-də 11 yol var. Onda A-dan gəlib saysaq 6, 11, 17, 18, 3 də burada A-dan 21 dənə yol var. 71-ci sualda cavabımız C variantı. 72-ci sualda bizə nə deyir? Yusuf internetdən mətndən ibarət məlumat açdı və onu kompüterin yaddaşında saxladı. Faylın həcmi böyük olduğu üçün məzmunu ixtisar elədi. Yenidən yaddaşda saxladı. Sonra faylı e-mail vasitəsilə dostuna göndərdi. Burada baş verən informasiya prosesi. Bu əvvəlcə mətn açıbsa, deməli informasiya toplayıb. Burada var qəbul. D ilə Y-dən 1 olacaq. Onu kompüterin yaddaşında saxladı. Qəbul saxlama. Sonra faylın həcmi böyük olduğu üçün məzmunu ixtisar elədi. Yəni, ilkin təqdim olunan variantı üzərində dəyişiklik eləyib. İlkin təqdim olunanın üzərində dəyişiklik eləyirsinizsə, bu emalıdır. Sonra yenidən yaddaşda saxlama var və e-mail ilə göndərdi dostuna. 72-ci sualda cavabımız D variantı. Klaster ölçüsü 6 KB olan diskə informasiya həcmləri bu qədər olan fayllar yazıldı. Fayllar redaktə olunaraq hər birinin informasiya həcmi 2 dəfə azaldı. Bundan sonra onların diskdəki ümumi həcmi neçə? Deməli, kilobayt azalar. Deməli, belə eləyək də. Birinci 14 kilobaytdır. 6 kilobaytlıq klasterlərdən 2 klasterə yazılır. 2 klaster bəs eləməz, üzr istəyirəm. 6 kilobaytsa 3 klasterə yazılacaq. 14-ü 6-ya böləndə 3 klaster. Yəni bu diskdə 18 kilobayt kimi görünəcək. 26 kilobaytdırsa bu deməli 26-nı 6-ya bölsək 5 klasterə yazılacaq. 30 kilobayt kimi görünəcək diskdə. Sonra 31 kilobaytdırsa bu 6 klasterə yazılacaq. Diskdə 36 kilobayt kimi görünəcək. 9 kilobaytdırsa 1 klaster bəs eləməz, 2 klasterə yazılıb 12 kilobayt kimi görünəcək diskdə. 42 kilobaytdırsa bu klasterin həcminə tam bölünür deyə elə 7 dənə klasterə yazılacaq və 42 kilobayt kimi görünəcək diskdə. Bunların cəmi nə elədim? 18, 12, 30, 30, 60, 60, bu da 78. 60 ilə də 78-i toplayanda 138 kilobayt. Yəni, olduğu həcmlərdə yazılsa, diskdə 138 kilobayt yer tutacaq. Deyir ki, hər birinin informasiya həcmi 2 dəfə azaldıldı. İndi, məsələn, 14 kilobayt 2 dəfə azaltsaq, 7 kilobayt olacaq. 2 klasterə yazılacaq, 12 kilobayt yer tutacaq. 26 kilobayt isə 2 dəfə azalanda olacaq 13 kilobayt. 2 klaster yox, 3 klaster lazım olacaq. Diskdə 18 kilobayt yer tutacaq. 31-dirsə 15.5 deyək də, buna da kilobayt. Yenə buna da 3 klaster lazım olacaq. 18 kilobayt yer tutacaq. 9, 4.5 kilobayt desək, 1 klaster bəs eləyəcək bizə 6 kilobayt yer tutacaq. Və bir də 42-nin də yarısı 21 kilobaytdır. Bu da 4 klasterə yazılacaq və 24 kilobayt yer tutacaq. Bunları da gəlib cəmləsək, 12, 18, 30, 30 da burada 60, 18 də burada 78 kilobayt. Deməli, bizə deyir ki, bundan sonra diskdəki ümumi həcmi əvvəl 138 idi, sonra 78 oldu,
Diskdəki həcmi 60 kilobayt azaldı. 73-cü sualda cavabımız C variantı olar. Sonra gəldik, baxdıq 74-cü suala. Siyahıdakı tam yollara görə D diskində olan qovluqların sayını müəyyənləşdirin. Bircə dəqiqə, nə demək istəyib burada? Deməli. Biz götürsək D diski. D diskindən sonra e, məsələn desək fayllar. Fayllardan sonra fayl, yeni mətn, fayllar, məqalə, yeni. Burada faylların içərisində məqalə qovluğu var. Faylların içərisində məqalə qovluğu var. Faylların içərisində məqalə qovluğu var. Faylların içərisində məqalə yeni də var. Faylların içərisində yeni də var. Deməli, bu başqa yenidir. Bu başqa yenidir. Ondan sonra yeninin içərisində, məqalənin içərisində yeninin içərisində fayl. Bir dəqiqə belə eləyək. Fayllar, məqalə. Fayllar, məqalə, yeni, mətn. Fayllar, məqalə, yeni və mətn. Yeni və mətn. D-nin içərisində. Ondan sonra adlar eynidir deyə bu bir balaca çarpıcıdır. Deməli, baxaq. Burada belə, bu misal üçün bu birbaşa, bu yeniləri bir sayırsınız. Çünki eyni bir diskin içərisində, bu da D diskinin içərisindədir. Bax, bu ikisinə 1 nömrəsi verirəm. Bunlar 1-dir. Sonra faylları 2 ilə nömrələyirəm. Məqaləni 3 ilə nömrələyirəm. İndi gəldik, baxdıq. Yeninin içərisində mətn var. Mətn. Bunları deməli bir belə gəlir. Bunu struktur olaraq qeyd edək. D-nin içərisində nə gəldi? D-nin içərisində gəldi yeni. Yeninin içərisində, sonra gəldi fayllar. Ondan sonra gəldi məqalə. Aha. 3 dənəni saydıq. Bunları silim çarpdırmasın mənim. Bu 3 dənəni saydıq. Sonra yeninin içərisində gəlir mətn. Və bunun sonra içərisində gəlir sifariş. Sonra sifarişin içərisində yenə mətn var. Yeni ilə bitdi. Fayllara baxıram. Faylın içərisində var yeni mətn və bir də var məqalə yeni mətn. Onda burada birbaşa bu faylların içərisində bu yeni birbaşa faylların içərisində yerləşir və yeninin içərisində mətn var. Amma bir də var faylların içərisində məqalə. Məqalənin içərisində yeni və bir də mətn. Yəni, bunlar fərqli şeylərdir. Fərqli qovluqlar sayılır. Sonra bir də məqalənin içərisində yeni var. Yeninin içərisində bir də burada məqalə, yeni mətn var. Məqalə, yeni və bir də mətn. Söh belə. İndi gəldik sayda. Deməli, D diskində 1, 2, 3, 4. 4 dənə buradadır. 5, 6, 7, 8, 9, 10, 10. 11, 12, 13 dənə. Burada da cavabımız olacaq D variantı. Sonra gəldik, baxdıq. 74-cü sual idi. 75-ci sualda nə deyir bizə? Deyir ki, şagird fizika, riyaziyyat, kimya, biologiya fənlərindən KSG yazdı. Məlumdur ki, onun nəticəsi fənlər üzrə 60, 70, 80, 90, 100 balla qiymətləndirildi. Kimya, fizika fənlərindən topladığı balların cəmi 150-dən çox deyil. Riyaziyyat fənnindən topladığı bal nə ən çox, nə də ən az deyil. Kimya fənnindən topladığı bal bütün balların ədəd ortasına bərabərdir.
Deməli 60, 70, 80, 90, 100-ün ədəd ortası elə 80 verər də sizə. Bunları cəmləyib 5-ə bölsəz 400, 400 də 5-ə böləndə 80 edir. Deməli kimyadan bu 80 bal toplayıbdır. Ən az nəticə biologiya fənnindən topladığını nəzərə alaraq. Onda ən az da 60-dır da. Biologiyadan da 60 toplayıb. Hə, bizə deyirdi ki, kimya və fizikadan topladığı balların cəmi 150-dən çox deyil. 60 gedib 80 gedibsə, deməli bu fizikadan 90 ilə 100 toplasa 150-dən çox eləyir. Fizikadan 70 toplayır, 80 ilə 70 150-dir. Yəni 150-dən çox eləmir kimya ilə fizikası. Onda deyir ki, e, sonra nə deyirdi bizə? Riyaziyyat, hə, üçlü. Riyaziyyat fənnindən topladığı bal ən çox deyil. Yəni riyaziyyatdan 100 toplamayıb. Onda informatikadan 100 toplayıb, riyaziyyatdan da 90 toplayıbdır. Fizika və informatika nəticəsini istəyir. Fizika 70, informatika 100, 75-ci sualda cavabımız D variantı. 76-cı sualda qonşuluq siyahısına əsasən qrafda olan dövrələrin sayını müəyyənləşdirin. Deməli, biz qrafı çəkək görək. Bura bir A təpəsi olsa, A təpəsindən B-yə, C-yə, Y-yə getmək mümkündür. Deməli, A-dan Y-yə, A-dan B-yə, A-dan C-yə, B-dən B-dən A-ya, C-yə, Y-yə getmək mümkündür. Bunu biz biraz fərqli çəkək. B, C, elə bunları silək, yerlərini dəyişək. Ya da belə yaza bilərdik. Tutaq ki, mən Y-ni burada yazsam, C-ni burada yazsam, B-dən C-yə, B-dən A-dan B-yə, C-yə, Y-yə, B-dən A-ya, C-yə və Y-yə, sonra C-dən A-ya, B-yə və F-ə. C-dən A-ya, B-yə və F-ə. Ondan sonra D-dən də Y-yə, F-ə. Deməli, biz bunu biraz sərgəli çəkək. Deməli, C-dən deməli, C-dən A-ya, B-yə, F-ə, F-ə. Aha, bir də D-dən də Y-yə və F-ə. Burada D qeyd eləsək, D-dən də Y-yə və F-ə. Y-dən A-ya, B-yə, D-yə, F-dən də C-yə, D-yə. Aha. Nə istəyir bizdə? Qrafda olan dövrlərin sayını müəyyənləşdirin. Məsələn, bizdə hansı dövrə var? A, B, C dövrəsi var. A, B, C. Sonra A, B, Y dövrəsi də var. A, B, Y bu da bir dövrədir. Ondan sonra hansı dövrəni demək olar? A, C, A, C, F, D, Y. A, C, F, D və Y. Bu da bir dövrədir. A, C, F, D, Y. Ondan sonra məsələn demək olar B, C, F, D, Y. Bu da bir dövrədir də. B, C, F, D, Y və bir də ümumi demək olar. A, B, Y, A, B, Y, B, F, C. Başqa nəsə qaldı? Məncə başqa heç nə qalmadı. 5 dənə. Yəni mahiyyətin budur. Ola bilər sayanda səhv saya bilərəm. Yəni bu şəkildə. Sonra 77 ikilik say sistemindəki yazılışında ən çox ardıcıl gələn sıfırların sayını müəyyənləşdirin. Buna nətər yanaşmaq olar? Deməli, bu onluqdursa, burada bunları 128 çıx 4 və üstəgəl 4 və 128 çıx 4 kimi yazmaq olar və üstəgəl 81. Burada müxtəsər vurma düsturudur. 2 üstü 7-nin kvadratı çıx 2 üstü 4-ün kvadratı plus bu 81-i 64 üstəgəl 16 üstəgəl 1 kimi yaza bilərik. Bərabərdir. Bu bizə verir 2 üstü 14. Çıxılsın 16 üstəgələk 2 üstü 6 üstəgələk 16 üstəgəl 1. Bu 16'lar getdi mi?
Yerdə qaldı 2 üstü 14, üstə gəl 2 üstü 6, üstə gəl 1. Bu 2 üstü 14 deməkdir, 1-in yanında 14 dənə 0. 1, gəlin elə yazaq. Yəqin ki, 7 olacaq cavab. Gəlin göstərək. 2 üstü 14-ü ikilik say sisteminə çevirəndə 1-in yanında 14 dənə 0. 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. 2 üstü 6 1-in yanında 6 dənə 0-dır. 1, 2, 3, 4, 5, 6. Bu da 1'dir. Bunları da gəlib hesablayanda 1, 0, 0, 0, 0, 0, 1. Burada neçə dənə 0 var? 5 dənə. İndi buradan gəlib baxsaq 0, 0, 0, 0, 0, 0, 0, 1. Burada neçə dənə 1 var? 1, 3, 6, 7 dənə. Deməli, ardıcıl gələn, ən çox ardıcıl gələn sıfırların sayı Y variantı 7 dənə. 78-də 256 megabaytlıq raster qrafikasının rəng palitrasındakı çalarların sayı 64 dəfə azaldıqdan sonra informasiyanın həcmi 4 dəfə azaldı. Bu təsvirdəki piksel sayını müəyyən edin. Deməli, mən birinci deyirəm ki, təsvirdə n sayda rəng var və n 2 üstü i-dir. Onda Q1 bərabərdir, i vurulsun, a vurulsun, b, piksel sayını bilmirəm. Bərabərdir 256 megabayt. Sonra gəlib deyirəm, rəng çalarlarının sayı 64 dəfə azaldılıb. Yəni 2 üstü i-ni böldüm 2 üstü 6-ya. 64 dəfə azaltdım. Onda burada Q2 bərabərdir. Qüvvət i-6-dır deyə i-6 vur A vur B bərabərdir. Həcmi 4 dəfə azaltdıqsa 256-nı 4-ə böləndə oldu 64 megabayt. Bunları gəlib tərəf-tərəfə bölsək nə alarıq? I böl i-6 bərabərdir 4 alarıq. Bu ikisini tərəf-tərəfə böldüm. Yəni bu Q1 bölək Q2 deməkdir. Q1 bölək Q2. Buradan alırıq ki, i bərabərdir 4i minus 24-ə. Buradan 3i bərabərdir 24 isə i bərabərdir 8-ə. i-yə 8 aldıqmı? Bu bitləndə də bizdən nə istəyirdi? Bu təsvirdəki piksellərin sayını. i-nin qiymətini yerinə qoyub hesablayacağım. Məsələn, Q1-də nəzərə alıram. 8 vurulsun, A vurulsun, B bərabərdir. 256 vuraq megabaytdır. 2 üstü 23 yazıram ki, bu bitə çevrilsin. Onda A vurulsun, B nəyə bərabərdir? 2 üstü 256, 2 üstü 31. 2 üstü 31 bölünsün 2 üstü 3 deyəsik də. Bu da bizə nə verəcək? 2 üstü 28 verəcək. Cavabımız olacaq D variantı. İndi gəldik, baxdıq 79-cu suala. Klaster ölçüsü 4 kilobayt olan D diskində hər biri 130 kilobayt olan 5 ədəd fayl var. Eyni fayllar boş olan və klaster ölçüsü 32 kilobayt olan Y diskinə də kopyalanmışdır. Y diskindəki boş sahənin D diskindəki boş sahədən nə qədər az olduğunu. Bir dəqiqə, nə deyir burada? Klaster ölçüsü 4 kilobayt olan D diskində hər biri 130 kilobayt olan yalnız 5 ədəd fayl var. Eyni fayllar boş olan və klaster ölçüsü 32 kilobayt olan Y diskinə də kopyalanmışdır. Y diskindəki boş sahənin D diskindəki boş sahədən yəni orada yəqin ki, nəzərdə tutur ki, müəllif fayl klasteri yazılanda klasterdə yaratdığı boşluğu nəzərdə tutur. Çox güman ki. Burada deməli nədir məsələmiz? Əgər mənim faylimin həcmi 130 kilobaytdırsa, mən bunu 4 kilobaytlıq klasterlərə böləndə mənə 33 klaster lazım olacaq. 33 klaster. 33 klasterlə də mən 4 kilobaytdan hesablasam, bu eləyəcək 132 kilobayt. Yəni, hər klasterdə 2 kilobayt boşluq yaranacaq. Hər klasterdə 2 kilobayt boş sahə qalacaq. 2 kilobayt boş. Onda bu fayl 5 dənədir deyə, buradakı boş sahə 5 vur 2 kilobayt, 10 kilobayt olsa. İndi gələk baxaq. Mən bir də 130 kilobaytı 32 kilobaytlı klasterlərə yazsam, 4 klaster bəs eləməz, 5 klaster lazımdır. Onda 5 klasterin 32 kilobaytdan həcmin gəlib hesablasam, bu 160 kilobaytdır. Bu da mənə
hər klasterdə 30 kilobaytlıq boş yer verəcək. Hər klasterdə 30 kilobaytlıq boş yer verəcək. Onda bu 5 faylda 150 kilobaytlıq boş yer deməkdir. Hə, nə qədər az olduğunu 150-dən də 10 çıxacağıq. Bu da bizə 140 verər də, yəqin ki, C variantı. Sonra gəldik, baxdıq, 80-də bizə nə deyir? Həcmi 4 GB olan flash karta 8192 bayt, 3 ədəd 1.5 MB, 7 ədəd 512 KB, 2048 MB-lıq fayl yazdıqdan sonra hansı faylların yerləşəcəyini müəyyənləşdirməliyik. Deməli, burada birinci 8192 bayt, bu deməkdir 8 kilobayt. Üstə gələk, 3 ədəd 1.5 MB, 3 ədəd 1.1 istəyirəm. Hə, 3 vur, 1.5, elə qoy bunu da birbaşa yazaq, 4.5 MB. 4.5 MB. Üstə gələk, 7 ədəd 512 kilobayt. 512 kilobayt 0.5 MB deməkdir. 7 ədəd olduğu üçün bu da 3.5 MB eləyəcək. Sonra bir də 2048 MB, bu da 2 GB deməkdir. Bu bizə nə verdi? 2 GB. Üstə gələk. 2 GB, 8 MB və bir də 8 kilobayt. Bu informasiya olan hissədir. Şimdi görək 4 GB-dan nə qədər boş qalacaq. 4 GB yazıram, 3 GB. 1 GB-ı 1024 MB kimi yazıram. 1024-ün də 1 MB-ını götürüb 1024 KB kimi yaza bilərəm. Bundan da gəlib çıxsam, mən 2 GB, 8 MB, 2 GB, 8 MB və 8 kilobayt. Bu mənə nə verəcək? Boş hissə qalır 1 GB, 1015 MB və 1016 kilobayt. Deməli, gəldik, baxdıq. Bunu da mən megabayta çevrəsi olsam, 1024 ilə 1015, 2039 megabayt, bir də 1016 kilobaytdır. 1016 kilobayt. Burada mənim nəzərimə bu 5-ə baxıram. Bu 2039 megabayt. Bu da heç 1 megabayt deyil də. Yəni bu 2040 megabaytdan kiçikdir. Amma məsələn 5-ə baxsam 2 ədəd 1000 megabayt 2000, 5 dənə də 840 və bu 2040 deməkdir də megabayt olaraq. Yəni mən bu informasiyanı bu boş qalan hissəyə, bu boş qalan hissədir. Boş qalan hissəyə yaza bilməyəcəm. Deməli 5 olan variantları çıxaram. Sonra nə var burada? Sonra var burada, məsələn 1-ə baxsam, 1 nədir? 4 ədəd 510 kilobayt. 4-ü 510-a vursaq, bu bizə nə verəcək? 2000, elə bu 4 ədəd 510 megabaytda 2040-dır və burada da 200 kilobayt var hələ. Yenə bu, buradakı boş həcmdən böyükdür. Deməli, elə bir olanları da çıxsam, cavabım qalacaq B variantı 3 və 4, 80-ci sualda. 81-ci sualda bizə nə deyir? 14 səhifəlik elektron kitabdan qrafik təsvirlər olan 4 səhifə çıxarıldı. Bu səhifələrin hər birində RGB modelində təsvir Unicode standartında olan mətndən ibarətdir. Kitabın əvvəlki ölçüsünün 18 MB olduğunu nəzərə alaraq hər səhifədə olan simvol sayı. Deməli, RGB rəng modelindədirsə, deyirəm ki, 3 baytdan 256 vur 1024 piksel və bu şəkil 4 səhifədədir. Üstə gələk, Unicode standartında 2 baytdan 4-ü getdi şəkilə, yerdə qaldı 10 səhifə. Hər səhifədə də X simvol nəticə etibarı ilə 18 megabaytdır. Bunu da gəlib 2 üstü 20-yə vururam ki, bayta çevrilsin. Çünki bunlarda 3 bayt, 2 bayt. Bunu da megabayt 2 üstü 20-yə vururam ki, bayta çevrilsin. Bu mənə verəcək 3 vurulsun 2 üstü 8, 2 üstü 18, 2 üstü 20. 3 vurulsun 2 üstü 20. Üstə gələk 20x bərabərdir 18 vur 2 üstü 20-yə. Buradan desək ki, 20x bərabərdir 18 vur 2 üstü 20 çıxılsın 3 vur 2 üstü 20
Buradan da 220-ni mötərizə xaricinə çıxartsaq, 20x bərabərdir. 18-dən 3 çıxaram. 15 vur 2 üstü 20 qalar. Buradan da gəlib x-i hesablasam, 15 vur 2 üstü 20-ni bölərəm 20-yə. Bunun 5-i bununla gedəcək. 3 qalacaq. 4-ü də bununla gedəcək. 2 üstü 18 qalacaq. 3 vur 2 üstü 18. Y variantı simvolların sayı. Söz qutardı getdi. Bu da 81-ci sualımızın izahı. Sonra 82-də Windows əməliyyat sistemi üçün yalnız fikri müəyyənləşdirin. Elə burada A variantı yanlışdır da. Eyni anda çalışan hər bir proqram üçün operativ yaddaşda eyni sahə ayrıla bilməz. Deməli, burada 82-də A yanlış. Sonra 83-də tətbiqi proqramlar qrupuna aid olanlar antivirus sistemdir, arxivləşdirici proqram sistemdir, driverlər sistemdir. 1, 2, 4-ü çıxdıq. Yerdə qaldı 3, 5, 6. 84. Texniki xidmət mərkəzlərində kompüter hissələri deməli, ilk simvol ingilis əlifbasının böyük hərfləri, sonra tre işarəsi, sonraki hissə isə ikilik say sistemində olarsa, bu üsulla maksimum neçə? Deməli, onda 26 dənə hərf vurulsun. Bu tre işarəsi sabitdir də, o bir simvoldur. Bunu bir kimi, yəni bir dənə simvoldur, vurulsun. İkilik sayı sistemində olarsa, yəni yerdə qalan 6 dənədə ancaq 0, 1-dir. Yəni yerdə qalan 6 dənənin hər birində 2 seçim var. Ya 0 olacaq, ya da 1 olacaq. 1, 2, 3, 4, 5, 6. Bu da 26 vur 2 üstü 6 verəcək də bu bizə. 26 vur 64. 26-nı da 64-ə vursaq, bu bizə nə verər? 26 vuraq 64, 1664. 84-cü sualda 1664. Sonra baxırıq 85-ci suala. Qonşuluq siyahısında məntəqələr arasında əlaqə ifadə olunur. Səyyah əvvəlcə A məntəqəsindən hər hansı bir yolla Y məntəqəsinə, sonra fərqli yolla geriyə A məntəqəsinə qayıdır. Bu üsulla o A-dan Y-yə olan bütün fərqli yollar ilə A və Y məntəqələrinə ardıcıl olaraq hərəkət edir. Səyyahın qonşu məntəqələr arasındakı yolu bir günə qət etdiyini nəzərə alaraq bütün yollarla səyahətə neçə günə sərf etdiyini müəyyənləşdirin. Sualın şərtindən heç nə başa düşmədim. Nə demək istəyir burada? Deyir ki, qonşuluq siyahısında məntəqələr arasında əlaqə ifadə olunub. A məntəqəsindən Y məntəqəsinə, sonra geriyə A məntəqəsinə qayıdır. Bu üsulla o, A-dan Y-yə olan bütün fərqli yollarla növbə ilə A və Y məntəqələrinə ardıcıl olaraq hərəkət edir. Səyyahın qonşu məntəqələr arasındakı yolu bir günə qət etdiyini nəzərə alaraq bütün yollarla səyahətə neçə gün sərf etdiyini müəyyənləşdirin. Deməli, bu getdiyi yolla qayıda bilməz. Birinci, bunun biz qrafın qurası olsa, A-dan hara gedə bilər? A-dan gedə bilər B-yə, C-yə, D-yə. B-yə, C-yə, D-yə. Sonra gəldik. B-dən hara gedə bilər? B-dən A-ya, C-yə, Y-yə, C-dən A-ya, B-yə, D-yə. C-dən B-yə gedə bilər. C-dən D-yə gedə bilər. Bir də B-dən A-ya, C-yə, Y-yə gedə bilər. C-dən A-ya, B-yə, D-yə. D-dən də A-ya, C-yə, Y-yə gedə bilər. Y-dən də ancaq B-yə, D-yə gedə bilər. Onda bunun A-dan Y-yə gedə biləcəyi yollar AB'yi, daha sonra bunu belə yazaq da, hər məntəqə arasındakı məsafəndə bir günə gedirsə, ABY gedə bilər, sonra ADY gedə bilər, ondan sonra ASBY gedə bilər, daha sonra ASDY gedə bilər, ASDY gedə bilər. Bir də belə uzada bilər. ABSD Y gedə bilər. Bir də AD, CB, Y gedə bilər. Yəni, bunun A-dan Y-yə getməsi üçün 6 seçimi var. Onda, məsələn, bu qaydanda ABY ilə gedibsə, qaydanda 5 dənə seçimi qalır. Burada da ən az, ən çox demir də.
Hə, sual biraz mürəkkəb sualdır və nəsə bir balaca qarışıqlıq var ya da mənə tam aydın deyil, başa düşə bilmirəm. Ə, deməli belə. Hmm, Bu belə deyək də, ümumilikdə əgər 6 müxtəlif yolla gedə bilirsə, hər bir yolda 5 seçimi qalacaq. Ə, Səyyah, yəni elə bir gedəndə 6 yoldursa, 6 seçim varsa, qaydanda ə, 5 seçim qalır. Ümumilikdə burada günləri soruşur. Neçə müxtəlif yol soruşmur. Ə, deməli. Burada nə edə bilərik? Belə deyək də, demir hər məntəqə səyyahın qonşu məntəqə bir günə qət etdiyi. Yəni məsələn buranı A-dan B, buranı 2 günə, buranı 2 günə, buranı 3 günə, buranı 3 günə, onda burada 4 günə, burada da 4 günə gedəsiz A-dan Y-yə. Yəni indi burada geriyə qayıtdığı yolların da cəmini soruşur. Bu sual nəsə mənə qaranlıq qaldı. Siz də baxanda öz fikrinizi yazarsınız bu sualla bağlı. Bu getdiyi yollarla, belə də düşünmək olar da, ümumi bu bura neçə gün sərf eləyibdir? 2, 2, 4, 6, 10, 18 gün. Əgər bu 18 günlə gedə bilərsə, mən 36 deyirəm cavaba. 18 günə gedib qaydanda da yenə də hər yolda fərqli variantlarla istifadə. Yəni 6 getmək yolu var, 6 da 6 cürdə qayıda bilər də. Hər yolda birini seçə bilər. 18 bir yol 18, 36 deyirəm cavaba. Amma amma siz də öz fikirlərinizi yazarsınız. Nəsə bu sual mənə tam aydın olmadı açığı. Çünki sualın şərti biraz aydın deyil mənə. 86-cı sualda nə deyir? Çəki metrisinə əsasən A və Y məntəqələr arasında ən qısa yolun uzunluğu. Buradan da məsələn A-dan hara yol gedir? B-yə, C-yə, Y-yə. A-dan B-yə, A-dan C-yə, A-dan Y-yə yol gedir. A-dan B-yə 5, A-dan C-yə 7, A-dan Y-yə 11. B-dən hara yol gedir? A-nı bildik. C-yə və D-yə yol gedir. B-dən C-yə və B-dən D-yə yol gedir. B-dən C-yə yolun uzunluğu 3, B-dən D-yə yolun uzunluğu 3. C-dən hara yol gedir? C-dən B-ni gördük. C-dən A-nı gördük. C-dən də D-yə və Y-yə yol gedir. C-dən də D-yə və C-dən Y-yə yol gedir. Bunların da hər biri 2, 2-dir. Onda buradan da C-dən D-yə və Y-yə qeyd edirəm. Bu yolların da hər biri 2, 2-dir. D-dən B-yə və C-yə yol gedir. Yazmışıq. Y-dən də bir dənə C-yə yol gedir. Deməli, A-dan Y-yə gedən yollar 5, 3, 2. 5, 3, 2 bu 10-dur burada. Yəni söhbət bunu bir fərqli rənglə göstərək. Bir söhbət bu yoldan gedir. Baba bu yoldan göy rənglə rənglədim. Sonra A, C, Y. Bu yoldan, bir də bu yoldan. Burada da gəlib baxsaq, burada yolun uzunluğu 9-dur. 9. Burada da yolun uzunluğu 11-dir. 11. Ən qısa yolun uzunluğu 9-dur. Çox qurtardı, getdim. Sonra gəldik, baxdıq 87. 87-ci sualda bizə nə deyir? Raster qrafikası, vektor qrafikası. Burada bu C variantında akses var. Bu bir bizdir. Bunu çıxdıq. Burada GIMP Star Office Image bu belə deyək də kimin nəzəriyyəsində bu proqramların adları var. Bu raster qrafikiyə aiddir. 1-ə A, CorelDRAW Adobe Illustrator vektordur. 2-yə B, Inkscape Stencil vektordur. 2-yə D, Paint to Paint bunlar da rasterdə. Deməli, burada belə oldu. 1 A-Y, 2 B-D. Sonra gəldik, baxdıq 88-ci suala. Qonşuluq matrisinə əsasən A təpəsindən Y təpəsinə hər təpədən bir dəfə keçməklə bütün müxtəlif yolların ağac informasiya, ağac qurmaq lazımdır burada. Ağac informasiya modelini ifadə edin. Deməli, gəlin baxaq. Belə eləyəcəyik də biz A-dan hara gedir? B-yə, C-yə, D-yə. A-dan gedir B-yə, C-yə, D-yə. B-dən hara gedir? B A-nı qeyd eləmişik. B-dən C-yə. B-dən C-yə qeyd elədik.
S-dən A-nı və S-dən A-ya və S-dən B-yə qeyd olunubdur deyə. İndi baxıram hara S-dən D-yə yol var. S-dən D-yə, buradan da S-dən D-yə qeyd eləyirəm. Sonra gəldim D-dən hara yol gedir? D-dən A-ya, S-yə və D-dən Y-yə yol gedir. D-dən Y-yə, D-dən Y-yə və D-dən Y-yə yol gedir. Y-dən də bir dənə D-yə yol gedir. Böyle ağac informasiya model olaraq bu şəkildə 88-ci sualda. 89-da ifadəsinin qiymətini ikilik say sistemində hesablayın. İkilikdə hesablayın deyirsə, bunların hər birini çevirək ikiliyə də. Deməli, 124-8-liyin ikilik qarşılığı 1, 0, 1, 0, 1, 0, 0 ikilikdə. Ki, bu artıq rahat üsullardır. Mən bunların necə olduğunu izah eləmirəm. Əgər bura qədər gəlib bunları bilmirsinizsə, deməli, informatikanı yaxşı öyrənməmisiniz. Deməli, 2-nin qarşılığı yenə 1, 0, F-in də qarşılığı 1, 1, 1 ikilikdə. İndi gələk bunları cəmləyək də. Birinci, bu 1, 0, 1, 1, 0, 1, 0, 1, 0, 0, 0, 1, 0, 0. Burada da 1, 0, 1, 1, 1, 1. 1, 0, 1, 1, 1, 1. Və bayaq nə demişdik? 1 plus 1 bərabərdir 10-a. İkilik say sistemində 1 plus 1 plus 1 də bərabərdir 11-ə. Deməli, bunları cəmləyəndə 0, 1, 1, 1, 10, 1 yadda, 0, 1, 1 də yadda 10, 1 yadda, 1, 0, 1 də yadda 10, 0, 1, 1 də yadda 10, 1, 1 də yadda 10. Oldu bu. İndi bu neçə rəqəmli nəticədir? 3, 6, 8, bu da 8 rəqəmli nəticədir. Bunun da üstünə 1, 1, 1, 0, 0, 1, 0, 1, 0, 0, 1, 0, 1. Bunları da gəlib cəmləsək, plusla 1, 1, 10, 0, 1 yadda, 1, 0, 1 də yadda 10, 0, 1, 1 də yadda 10, 1, 0, 1, 1, burada bizə 10 biləsidir. Baba, burada da nəticəmiz belə olasın. Əgər yanlış eləməmişəmsə, belə olar. Deməli, burada da ifadəsinin qiymətini megabaytla 3 gigabayt, bunu vuracaq 1024-də, bu eləyəcək 3072 megabayt. Bunun üstünə gələcək 8192 megabaytı. Üzr istəyirəm. Deməli, bu nə verir bizə? 4, 7, 9, 16, 1 yadda. 1, 1 də yadda 2, 3, 8, bu da bizə verir 11. 11264 megabayt. Bu 16384 kilobaytımız. 16384 kilobayt. Bunu 1024-də bölsək, bu 16 megabayt deməkdir. 16 megabaytı da vururuq 4-ə, bu deyilir 64 megabayt. Gəlib bu 64 megabaytı da buradan çıxanda, bu da bizə verir 11200 megabayt. Megabaytla hesablayın. 90-cı sualda da cavabımız bu şəkildə olasıdır. Bitdi mi? Bitdi. Nə gözəl. Hə. Deməli, belə əziz abituriyentlər, əziz müəllimlər, informatika öyrənmək istəyən hər bir şəxs, biz bugün sizlə OTK suallarının izahlarına baxdıq. Ümumi fikir olaraq soruşsanız sualların səviyyəsini, yəni orta səviyyəli suallar var idi, tüzük içərisində asan suallar da var idi, amma düşündürücü ağırlıqlı suallar da var idi. Ümumi qəbul səviyyəsinə uyğunluğu bir balaca ağır olduğunu düşünürəm. Çalışacağım ki, 10-cu siniflərində suallarını əldə edib, 10-cu sinif suallarında izah eləyim. Diqqətinizə görə çox sağ olun. Dərslərimizə qatılmaq üçün də yenə də qeyd edirəm. Kanalımızda olan nömrələrlə əlaqə saxlaya bilərsiniz. Hələlik.